Bismillahirrahmanirrahim və bihi nəstə'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Biz ötən verilişlərimizdə qeyd etdik ki, Quran-ı Kərimdə təqribən 10 dəfə əl sifəti Allah Təbarək və Teala'ya nisbət verilib. Biz Sad surəsinin 75-ci ayəsini araşdırdıq və bu qənaətə gəldik ki, o ayədə qeyd olunan iki əlimlə sözü zahiri mənada götürülməli deyil. Allah Təbarək və Teala'nın bizim başa düşdüyümüz mənada əli yoxdur və təvil olunmalıdır. Qrammatikada, qaydada, ərəb dili qaydası da bu təvilə imkan verir. Biz inşallah bugünkü və növbəti verilişimizdə digər bir ayəni araşdıracaq. O da Fəth surəsinin 10-cu ayəsidir. Baxın, əziz izləyicilər, təqribən bu ayə demək olar ki, ixtilaflı deyildi. Bəli, yozumları barəsində azca da olsa fikir ayrılıqları var idi. Amma onlar ki, gəlib ümumi bir qayda qoydular ortaya, Allahın əli var. Bu cür ayələrdə də ilişdilər ki, bunları biz yozaq yoxsa yox, yoza bilmərik. Əlbəttə, inşallah İbn Useymdən oxuyacaq, fərqli bir nəzəri var, yozumu qəbul edir, amma şəraitdən. Gəlin birlikdə Təbərinin bu ayəyə verdiyi təfsiri oxuyaq. Demək olar ki, bütün sələflər, müasir sələflər, vəhhabilər hamısı yekdil şəkildə Təbərinin təfsirini qəbul edirlər. Yəni biz onlardan soruşsaq, hansı təfsiri oxumağa məsləhət görürsünüz? Onlar dərhal deyəcəklər Təbərinin təfsiri. Çox inanırlar ona. İbn Teymiyyənin özü və digərləri Təbəriyə çox istinad edirlər. Təbərinin bu ayəyə verdiyi təfsiri istəyirik oxuyaq. Fəth surəsinin 10-cu ayəsidir. İlk öncə ayəni oxuyaq, daha sonra Təbəri ki, 2 dənə təvil gətirib, o təvilləri oxuyaq. Nə üçün mən Təbərini burada gətirdim? Ona görə gətirdim ki, baxın, bunlar ki, Təbəriyə çox istinad edirlər, amma bəzi məsələlərdə Təbəri bunların dediyinin əksinə deyir, başqa cür düşünür. Bunlar Təbərinin yolundan da çıxırlar. Yəni, Təbərinin düşündüyü kimi düşünmürlər. Niyə? Çünki özləri üçün bir dənə qanun qoyublar və o qanunu pozmaq istəmirlər. Allah Təbarək və Teala Fəth surəsinin 10-cu ayəsində buyurur: Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnellezîne yubayi'ûneke İnnəmə yubayi'ûnəllah. Səninlə beyyət edənlər Allahla beyyət etmişlər. Yadullahi fawqa əydihim. Allahın əli onların əlinin üzərindədir. Bu, əksər alimləri düşündürdü və xüsusilə vəhhabiləri. Çünki onlara görə Allah Təbarək və Teala ərşin fövqündədir. Və mənası yoxdur ki, Allah Təbarək və Teala'nın əli onların əlinin üzərində olsun və yerdə olsun. Allahın əli var, amma ərşin fövqündədir zatı kimi. Və təbii ki, əldə zatın bir hissəsidir. Ona görə bəziləri gəlib bu ayəni istədilər, həm zahirini qoruyub saxlasınlar, həm də ki, o etiqadlarının əksinə çıxmasınlar. İnşallah 2 nəfər alimin nəzərini oxuyacaq. İnanmıram bu verilişimiz, yəni ona vaxt imkan versin o verilişimizdə. Növbəti verilişimizdə bunu araşdıracaq. Amma indi istəyirəm Təbərinin bu ayəyə verdiyi o 2 təvili oxuyaq birlikdə. Yadullah fawqa əydihim. Allahın əli onların əlinin üzərindədir. Bunun zahiri mənasını götürsək, yəni Həzrət Peyğəmbərə beyyət edəndə ki, Həzrət Peyğəmbər beyyətdə əlini onların əlinin üzərinə qoydu, əslində Həzrət Peyğəmbərin əli deyil idi, Allahın əli idi. İnşallah biz bu bəhsləri bitirəndən sonra, yəni vəhhabilərin, alimlərinin nəzərlərini araşdırandan sonra
Əllamə Təbatabainin Əl-Mizanına müraciət edəcəyik və necə də gözəl şəkildə bu ayəni izah edir. Deyir ki, Təbəri əvvəl o ayənin əvvəl hissəsi istəmirəm, o ayənin əvvəl hissəsini toxunam. Əsas o bizə lazım olan hissəsi ki, Yədullah fəvqa əydihim. Deyir ki, bunun barəsində 2 dənə təvil var. Əlbəttə bilirsiniz də bu Hudeybiyyədə baş verən hadisədir. Və fi qavlihi oxuyuram ərəbcəsini, Yədullah fəvqa əydihim və cəhəni minət təvil. 2 cür yoza bilərik bunu. Birincisi budur ki, Yədullah fəvqa əydihim indəl beyyə. Beyətə aiddir bu. Yəni, bu təqribən Əllamə Təbatabainin nəzərinə yaxın bir şeydir. Yəni, deyir ki, siz ki, beyətin mənası nədir? Yəni, beyət edirəm, yəni səni itaat edəcəyim. Deyir, yəni siz ki, bugün Həzrəti Peyğəmbərə beyət edirsiniz, əslində Allaha beyət edirsiniz, yəni Allaha itaat edirsiniz. Əllamə gözəl buyurur, orada ayələr gətirir. Oxuyacağıq inşallah, bir-bir o ayələr düşündürücü ayələrdir. O ayə ki, deyir, وَمَا رَمَيْتِ اِذْ رَمَيْتِ Eyni ilə buna bənzəyir. Oxu atdığın vaxt sən atmırdın. وَلَاكِنَّ اللّٰهَ رَمَى Allah atırdı. وَمَنْ يُطِعِ الرَّسُولِ فَقَدْ أَطَاعَ اللّٰهِ Hər kəs Allahın elçisinə itaat edərsə, Allaha itaat etmiş olur. Yəni, siz ki, Həzrəti Peyğəmbərə beyət etdiniz və Həzrəti Peyğəmbərin əli sizin əlinizin üzərində idi. Əslində bu beyətiniz Allahla idi. Yəni, bir növ istəyir o itaati başa salır ki, siz əslində Allaha itaat etmişsiniz. Amma bu o demək deyil, Allahın əli var. Və əli deyir ki, yəni sanki o əli onların üzərində idi. Xeyr, əl bir simvoldur da, yəni beyət üçün, itaat üçün bir simvoldur. Yəni, əslində siz Allaha itaat etmiş olursunuz. Allahın izni ilə toxunacaq, Əlləmənin nəzərini oxuyanda bu məsələlərə geniş toxunacaq. Orada gəlib daha sonra deyir ki, لِأَنَّهُمْ كَانُوا يُبَايِعُونَ اللّٰهِ بِبَيْعَتِهِمْ نَبِيَّهِ Allahın Peyğəmbərinə ki, beyət etdilər, əslində bunlar Allaha beyət etmiş olurlar. Amma ikinci təvilə gərək. İkinci təvildir ki, quvvətullah fəvqa quvvətihim. Yəni, Allahın qüvvəsi onların qüvvəsi ki, bizim bəzi alimlərimiz də bu təvili qəbul edir. Yədullah, yəni quvvətullah. Yəni, Allahın qüdrəti sizin qüdrətinizin fövqündədir. Yəddən məqsəd qüdrətdir, diqqət edirsiniz. Çox maraqlıdır. Azərbaycanda bəzi vahabilər, əlbəttə, özlərindən deyil bu sözlər, o məşhur vahabilərin sözləridir, bəzi alimlərinin. Gəlib deyir ki, baxın, yəd ümumiyyətlə bu mənada artıq adlanıb. Yəni, yədin bir mənası qüvvətdir. Amma bu o demək deyil ki, məcazi mənada istifadə olunur. Yəni, çox təəssüf olsun ki, bəzi məsələləri anlamırlar. Quvvətullah fəvqa quvvətihim. Allahın qüvvəsi onların qüvvəsinin üzərindədir. Nədə? Fi nusrati Rasulullah sallallahu aleyhi ve sellem. Yəni, siz ki, gəlib beyət edirsiniz və bu beyətinizin mənası budur ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmə kömək edirsiniz. Bilin ki, sizin köməyinizin fövqündə Allahın köməyi durur. Yəni, belə deyil ki, sizə ehtiyacı olsun. Xeyr, bu köməyin fövqündə Allahın köməyidir və o ayət ki var Təhrim surəsində, bəzi surələrdə deyir ki, hətta sənin ətrafından dağılsalar da Allah sənə kömək eləyəcək. Və möminlərin o başçısı ki var da Təhrim surəsində. Deyir, لِأَنَّهُمْ إِنَّمَا بَايَعُوا رَسُولَ اللّٰهِ sallallahu aleyhi və səlləm عَلَى نُصْرَتِهِ عَلَى الْعَدِمِ Onlar beyət etdilər Hudeybə sülhündəki, həmən beyət həmən vaxtı baş verdi də. Orada söz verdilər ki, düşmənə qarşı Həzrəti Peyğəmbərə kömək edəcəklər. İndi də Allah Teala bu ayədə buyurmaq istəyir ki, Allahın köməyi sizin köməyinizin fövqündədir. Yəni demək istəyir ki, Allah müstəqildir kömək etməkdə. Yəni siz heç bir şeyə qadir deyilsiniz, Allah istəməsə və digər dəqiq məsələlər. Burada məlum olur ki, iki dənə bunun təvili var. Burada nə əl başa düşülür, nə bir şey, sadəcə bunu kinayə formasında deyib itaəti izah eləmək istəyir birinci təvil əsasən. Yəni siz ki, Həzrət Peyğəmbərə itaət etməyinizi göstərirsiniz, əslində Allaha itaət edirsiniz. Və ikinci də ki,
Siz ki söz verirsiniz, Həzrəti Peyğəmbərə kömək edəcəksiniz. Bilin ki, sizin köməyinizin fövqündə Allahın köməyi durur. İnşallah növbəti çəkilişimizdə İbn Useymin və İbn Bazın nəzərini oxuyacaq ki, necə bu ayəyə izah veriblər və daha sonra da o biri verilişimizdə də Əlləmə Təbatəbainin nəzərinə toxunacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.